Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Bu gün siz aksesuar master klassımdan olan videomda boyunbağı düzəltməyimi istəyəcəksiniz. Mən də boyunbağı düzəldərkən beynimdəki fikir savaşından biraz danışacağam. Bilmirəm sizdə necədir, amma mən son vaxtlar qəribə bir davamlı təxirə salma hissi yaşayıram. Elə bir içimdə bir dənə səs var və mənə deyir ki, vaxtın var idi, amma istifadə eləmədin. Və ən əsəbləşdiyim tərəf də odur ki, həqiqətən vaxtım var idi və mən həqiqətən istifadə eləmədim. Yəni problem o deyildi ki, imkanım yox idi. Problem o idi ki, mən özümü sıxmadım. Elə davamlı təxirə saldım, təxirə saldım. Əslində heç məsuliyyətsiz insan kimi görmürəm özümü. Problem də elə orasındadır ki, əgər bir vacib iş varsa, bir tapşırıqdırsa, bir dərsdirsə, hər nədirsə, əgər o mənə tapşırılıbsa, tam vaxtında yerinə yetirəcəm. Amma sadəcə eləməli olduğum bir şeydirsə, onda günü-günə satıram, elə uzatdıqca uzadıram. Sonra da o sabahlar yığılır və beynimi qarma-qarışıq hala gətirib. Elə indi məsələn danışıram, beynimin içində fikirlər susmur. İndi oturub fikirləşəndə öz-özümə deyirəm ki, əgər onda biraz ciddi olsaydım, indi bəlkə də tam başqa yerdə olardım da, nələr əldə edərdim. Və ən pisi də bilirsiz nədir? Həqiqətən o ola bilərdi hissidir. Yəni çox şey planlaşdırmışam, o qədər hədəflər yazmışam, amma icraya gələndə elə bil ki, nəsə məni tutub saxlayır da, o saxlama hissi pisdir. Yəni təkcə bir işi görmək deyil də oradakı tema. Odur ki, söz verdim, amma o sözü tutmadım və problemi özümə verdiyim sözü tutmamağımdır. Yəni beynimin içi sanki müharibəyə hazırdır, amma sülh anlayışı onu başa düşmür də sülh nə deməkdir. Elə öyrəşib ki, müharibə şəraitində işləsin. Bir də axşam yatanda o hiss gəldi, yenə eləmədin. O peşmançılığın, yəni nə bilim, xəyal qırıqlığıdır o tamamilə. Yəni bir dənə düşün ki, başqasına söz verirsən və onun vaxtı zamanında edirsən, özünə söz verirsən, heç nə eləmirsən. Yəni o peşmançılığın yerini nə verə bilərdi? Yəni tamamilə utanc qaynağı kimi gəlir mənə. Bir də belə bir problem var ki, yenə eləyəsən, səhv ola, yanmarsan da, deyərsən ki, peşmançılıqda nəsə əş elədim də. Amma bir də var ki, eləmirsən. Həqiqətən adamın içində elə daş kimi ürəyində sallanıb qalır ki, eləsəydim filan şey olardı. Ən azından səhv eləyərdim, o səhvi düzəldərdim. Axı indi heç nə eləməmişəm. Yəni bu düşüncələr məhv eləyir də beynimin içində özləri. Bir də özümə fikirləşirəm ki, niyə belə edirəm də? Yəni əslində özümə mane oluram da. Amma sonra fərqinə varım ki, yəqin mən çox böyük hədəflər qoyuram da. Yazanda tamam okey deyirəm ki, hədəf bu nədir ki, bunu eləyərəm. Yəni özümdə o potensialı görürəm. Amma o qədər böyükdür ki, yəni çatdırıb eləyə bilmirəm də. Sonra bir də şeyin fərqinə vardım. Deməli mənim əlim əsdiyi üçün şarmlar keçirmək çox çətindir də mənə. Və belə baxanda böyük bir iş kimi gəlir. Çünki orada sahib yerləşdirirdim. Hətta orada rəfiqəmlə bir fikir mübadiləsi oldu və mənkilər çox yaxın, onunkilər çox ara görsən. Dedi ki, deyəsən sən onu eləməmisən. Sonra sayda ikimizdə də onu da göz yanılsaması oldu. Yəni əslində belə baxanda böyük bir iş kimidir. Çünki o həm orada belə balaca qırçıq, bilmirəm Azərbaycanca nədir o sözün ifadəsi, o. Həm şarmı keçirtməliyəm, həm boyunbağını keçirtməliyəm, həm də düzgün bağlamalıyam da. Bu özü bir zəhmət tələb edən işdir. Ona görə gözümdə böyüdürdüm məsələn. Amma yəni bu şeyə pul vermişəm, mənə həzz verməlidir, dincəlməliyəm. Və əslində tək-tək taxanda elə də böyük bir iş deyil də. Yəni maksimum nə qədər vaxtım ala bilərdi. Demək yavaş-yavaş eləyəndə alınır. Amma mən yəqin ki, həmişə birbaşa nəticə istəyirəm. O sabah duranda məsələn filan kilo dayan, filan kiloya düşüm kimi. Bir anda olsun istəyirəm də. Ona görə də yəqin başlamamış bezirəm. Bilmirəm, belə qənaətə gəlmişəm kimi görünür. Yəni elə belə baxanda boyunbağı ilə həyatı eyniləşdirdim durduq yerə. Yəni nə bilim. Belə baxanda əslində fərqindəyəm də. Yəni indiyə kimi yəni belə absurd bir şeyin fərqində olmamaq gülüncdür də. Əlbəttə ki, fərqindəydim. Amma görünür ki, həyata keçirəcək qədər diqqət yetirməmişəm. Yəni mədəni formada deməsək, deməli mənə sərf eləməyib. Bir də belə bir söz eşitmişdim ki, daha doğrusu deyəsən TikTokda görmüşdüm. Neçə il itirməyinizdən asılı olmayaraq həyatın qalan hissəsini mütləq xilas eləməlisiniz də. Ona görə belə düşünürəm ki, yəni nə qədər təxirə salacaqsan, nə qədər ertələyəcəksən. Yəni əvvəl-axır bu işin öhdəsindən gəlməlisən ya yox, bunu eləməlisən ya yox. Yəni necə bir dərsi müəllimə təhvil verəndə rahatlıq hiss edirsən, amma özün üçün bir hədəf qoyursan, onu eləmirsən. Ən gülməsi də bilirsən nədir? Bu qədər məşğuliyyətlərə gedirəm, yəni dincəlməyi də unutmuram da, özümü inkişaf elətdirməklə yanaşı. Yəni orada o boyunbağını düzəldəndəki verdiyim iç savaşları həqiqətən yəni yəni bu sadəcə 10% falan da, yəni mən nə eləmək istəyirəm? Demək o qədər mükəmməlləşdirmişəm ki, yazdıqlarımı, eləmək istədiklərimi. Həqiqətən içdən axtaranda nə eləmək istəyirəm, tap ortaya çıxarda bilmədim. Bu da bir şillə kimi oldu düzü mənə, yəni özümdən özümə gələn şillə kimi oldu.
Bu barədə ciddi düşünməyim lazımdır deyə düşündüm. Demək ki, onda ertələyirəm. Ona görə o da elə ağlıma gəlmir də, tez unuduram. Ya hər şeyi B12-nin üstünə ata bilmərəm də, yəni. Demək ki, özümün də eləməli olduğum nələrsə var. Nə qarma qarışıq oldu, fikir verdiniz, yəni hər şeydən danışdım. Çünki həqiqətən də o boyunbağım düzəldəndə başım necə susmurdu. Yəni o deyir əgər çox düşünürsünüzsə, danışmaqdan boğazım qurudu bu arada. Deyir çox düşünürsünüzsə, deməli bekar adamsınız. O qədər çox vaxtınız var ki, ancaq düşünürsünüz. Yəni belə deyirdilər sosial mediada. Bilmirəm indi bu bekarçılıqdan irəli gəlir, məsuliyyət hissidirmi, psixologiyamıdır, mənə belə tətikləyir. O barədə heç bir fikrim yoxdur. Amma nəysə, burada da görürsünüz ki, boyunbağı tamamlanmış oldu. Həqiqətən, yəni belə baxanda, yəni başlayandakı böyüklükdə deyil artıq da, yəni gözümə elə gəlmir. Ümumiyyətlə düşüncələrim bu yöndədir ki, 2026-nın ilk hədəfi təxirə salma, yığışdırmaq olmalı. Hələ bu videonu da təxirə salırdım, editləməyi, paylaşmağı filan. Sonra dedim ki, nə vaxta kimi mən belə eləyərsəm, bir səs yazısı yazarıq ya düşündüklərimi, sonra da paylaş getsin. Heç nə, elə ona görə də bu videonu paylaşmaq gəldi içimdən. Siz də fikirlərinizi şərh bölməsində yaza bilərsiniz. Sağ olun, növbəti videolarda görüşənədək.